Salam, hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində belə deyim, dəmir yolunun alt tərəfində bax ərazi bu cür adlanır. Dəmir yolunun altı. Ancaq onu da deyim ki, 3 nömrəli orta məktəbə çox yaxın bir ərazidə faktu 3 sota yaxındır, ancaq sənəddə 1,7 göstərilib. Qarşıda isə deməli 1 zal 2 otaq olan bax belə bir həyət evi satılır. Qiyməti 70.000 manatdır. Mən bildiyimə görə qiymətində mütləq razılaşma olmalıdır. Hal-hazırda mən sizə evin üst hissəsini göstərirəm, yəni krişasını göstərirəm. Təzə tikilişdir. Yenidən evin üst hissəsini görmək mümkündür. Eyni zamanda mən darvazanın giriş hissəsində yerləşirəm, yəni maşın daxil olur. Bax bura deməli həyətidir. Bundan başqa bax qarşıda gördüyünüz 4-ün 5-ə olan belə bir otaqdır, hansı ki 1 zal 2 otağa aid deyil. Deməli 4 tonluq baseynisi var. Bax qarşıda görmək mümkündür. Bundan başqa qarşıda isə əldamı yerləşir. Dediyim kimi 1 zal 2 otaqdır. Faktu 3 sota yaxındır, ancaq sənəddə mən şəxsən 1,7 gördüm. Bax burası deməli məhləsidir. Bax belə bir həyət evinin qiyməti 70.000 manatdır. Qiymətində mən bildiyimə görə mütləq razılaşma olmalıdır. Çox yaxınlıqdan 6 nömrəli marşrut işləyir. Bundan başqa deməli bax bu evin hal-hazırda yerləşdiyim deməli sol tərəfdə 3 nömrəli məktəb, arxa tərəfdə isə deməli 40 nömrəli orta məktəb yerləşir. Bura isə hamamıdır. Bax necə görürsünüz bu cürdə var. Stil sistemi gördüyünüz kimi İranski bax bu əşyadır. İndi evə daxil oluram. Kürsülüdür. 2 qat kubiklə hörülüb. Sənədi bax evin xeyir deməli torpağın sənədidir. Hal-hazırda mən deməli faktu onu görmüşəm. Bura deməli zalıdır. Zalın uzunluğu 7,5, eni isə 4 metrdir. Polu taxtadır, başqa material deyil, təmirlidir. O sözün davam eləyim. Deməli bu həyət evinin sənədi torpağın çıxarışıdır. Bildiyiniz kimi, yəni torpağın çıxarışı olduqda evin özünə çıxarış almaq belə deyim çox asan bir yoldur. Yəni elə bir çətinlik yoxdur. Rüsumdur oradan. İndi isə deməli otaqlardan birini göstərirəm. Bax bu otağın ölçüsü 5-in 5-ədir. Dediyim kimi 2 qat kubiklə hörülüb. Qiyməti 70.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Küçəsi enlidir. Hal-hazırda bildiyiniz kimi şəhərdə olduğu kimi deməli dəmir yolunun alt hissəsində də küçələr hələ ki həm bu küçə hələ ki asfalt deyil. Ancaq altının keçdiyi yola çox yaxın bir ərazidir. Burası deməli ikinci otaqdır. Mən bildiyimə görə bu otağın da ölçüsü 5-in 5 olmalıdır. İndi isə yenidən mən sizə zalını göstərirəm. Kör otaq yoxdur. Qiymətim 70.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Sizlərə uğurlar.